Uzun aradan sonra üzerine ses əlavə elədiyim bir vlogla qarşınızdayım. Vlog başlamaz başlamışam deyinməyə. Çöldəki küləkdən görürsünüz ki, köhnə izləyicilərim bilir, bizim evə yenə binamızın uçmağa başlayıb. Bu bina uçsaydı canımız qurtarardı, amma canımız sağ qalsa təbii ki, zəlzələdən uçmayacaq, amma küləkdən 100% uçacaq. Digər tərəfdən də Qab Yuma festivalını çəkmək üçün hazırlıqlar görürəm. Burada YouTube-dan başqa heç bir YouTube və Instagram-dan başqa heç bir proqrama daxil ola bilməyən telefonumu hazır qoymuşam, bir də tripodumu. Bu arada qızlar, niyə belə sürətlə danışırsınız deyə soruşursunuzsa və yaxud da bu vloqla kanalımı kəşf eləmisiniz, dediniz boy bu qız niyə belə sürətli, bitlərin cümləsindən də uzun və sürətli cümlələr qurur deyirsinizsə, əvvəlcə deyim ki, bu vloqu çəkərkən mən günlərlə video editləmişəm. Necə yəni desəz əgər, deməli vloqun bu hissəsini çəkmişəm aprelin əvvəllərində, aprelin sonlarında havanın birdən-birə kəskin dəyişməsi. Mən də kombini falan yandırdım, bu peluş kürklərimi də yenidən çıxartdım, hava soyuq idi. Digər hissəsindən mayda çəkdim, hava gözəl. Mən də çəkdim. Bir də gördüm 2 saatdan çoxluq videodur. Mən də başladım bunları sildim, biraz sürətləndirdim, amma gördüm ki, yox, alınmır. Başladım hamısının səsini söndürüb, üzərinə səs əlavə eləməyə. Bir gün oturdum, danışdım. Gördüm ki, yox, sürətlə boğazım quruyub, hansı ki, necə indi olduğu kimi. Çaydan içdim, səsdən editlədim, sildim, gördüm alınmır. Sonra birazdan sonra anam zəng gəldi, onunla danışdım, bacım zəng gəldi, onunla danışdım. Daha sonra isə hava qaraldı, axşam düşdü. Düşündüm ki, indi qonşular deyir ki, görən bu qız evdə niyə bu qədər qışqıra danışır. Dedim, eybi yox, sabah eləyərəm. Sabah olana qədər də videoda nədən danışdığımı unutdum. Ona görə də qızlar, bu günlərimdə bəzi yerlərdə biraz gec qalmış ola bilərəm, üzürü sayın. Amma yeni izləyicim üçün deyirəm bunu. Əgər mənim kanalımda, ümumiyyətlə köhnə izləyicilərdə bu tərzdə video istəsəniz, təbii ki, belə çəkərəm, amma normalda bu şəkildə videolar çəkmirəm. Yeni izləyicim üçün də deyim ki, kanalıma bir dənə baş çəkib mənə takib etsəz sevinərəm. Nəysə, digər günə keçsək. Yəni mayın əvvəlləri havalar gözəl, pəncərələr açılıb. Təbii ki, Azərbaycan milləti bu havada nə edir? Təmizlik eləyər. Mən də bir tərəfdə də qazanda bir paltar qaynatmışam. Deməli, mənim paltar yuyan maşınımın qaynatma rejimin tulluğu ilə heç nəysə normal rejimi də işləmir. Ona görə mən də bəzən ağları bu şəkildə qaynadıram. Hər şeyi də yoxlamışam. Alafranlar, oksilər. Bu səfər də boss dedilər. Hər nə qədər ucuz olsa da dedim alım yoxlayım. Düzdür, alafran da ucuzdur, amma bəzən bir növü var ki, çox möhtəşəmdir. Onu tutdura bilmirəm. O çünki bir neçə markanın alafranı var və bəzən yaxşı olmur. Nəysə, dedim ki, bundan eləyim, amma heç cür yaxşı alınmadı. Qazımın üstündə batırdım. Köpükləri də çıxartdım, yığdım. Güya ki, indi onu nə edəcəm? Bir ləyən qaşıq götürdüm. Elə biraz qazımın üstünə onun daşımağı daha yaxşı oldu. Qazımın üstü tərtəmiz oldu. Bir də yadıma düşdü ki, elə videonu çəkərkən deyirlər ki, soda da tök. Soda da tökdüm. Bu qara hissəsini də kənara qoymuşam ki, birdən burada rəngi solar, ağarar, nə bilim, nə eləyər. Nəysə, o üçün qızlar, bu da başladı yenidən daşmağa. Onun deyim ki, heç bir faydası olmadı. Mənə bu variant, başqa bir variant deyənlər desin. Bir dənə oksi var idi. Əvvəllər Home Pixel-də işləyirdim. Onda oranın oksi möhtəşəm idi. Hər nə qədər baha olsa da. Demək belə. Nəysə, mən indi bu bütün variantları dediyim kimi yoxlamışam. Artıq burada da başqa bilmirəm nədən danışıram, unutmuş ola bilərəm. Nəysə, indi bu günlərim həm pərdə yuyacam, həm pəncərə yuyacam, həm şirniyyat eləyəcəm. Özə birini yox, ikisini birlikdə eləyəcəm. Deməli, 2 dənə bir kurabiyə, bir də keks. Bunlar hansı ki, ayrı-ayrı videolarda tək-tək eləyirdim, amma bu gün niyəsə bu boyda işin içində ikisini birdən eləmək qərarına gəldim. Məndə arada belə olur, özünüz bilirsiniz. Köhnə izləyicilərim də yaxşı bilir. Nə edirəm? Burada da digər ağlarla başım bəladadır. Bu Zamokun pası bura çıxıbdı və mən Instagramda gördüm ki, deməli oksigenli su, hansı ki bizim dildə hidrogen peroksid imiş. Evdə də 3% var idi, Perex bildiyimiz. Əlavə edirsən, o dəqiqə təmizləyir. Mən də əlavə elədim, neçə saat gözlədim, xeyri yoxdur. Deyirəm ki, burada Instagramda gördüklərinizə inanmayın. Bu arada Instagram demiş, mən Instagramda varam və sizə link postdan, yəni axırıncı postuma girib baxarsınız, link paylaşacağım, amma o vlog çəkməyəndə hardasan deyən xanımlar hamınızdan incimişəm. Bir dənəniz girib mənə oradan dəstək olmursunuz. Hər nə qədər yeni olsam da, çox bir şeylər paylaşa bilməsəm də, sizdən dəstəyi görüb mən də buna qarşılıq verərəm, gözəl videolar çəkərəm, həm də storydə aktiv olaram. Belə qızlar, yəqin ki, burada da ondan danışıram. Bir də onun üçün də Instagram üçün də elə bir video çəkməyə çalışıram ki, bu lifehacklərə hər zaman inanmayın. Bir tərəfdə də hələ şirniyyat reseptim də orada durur. Deməli, burada resepti də deyim, çünki 100% qızlar soruşacaqlar ki, yazın və istəyən olar. Yəni, burada sizə səsim surətli gəlsə, bir də dayandıra da qulaq asa bilərsiniz, bir də başdan da qulaq asa bilərsiniz bu hissəni. Yox, xoşlamasanız buranı keçə də bilərsiniz. Deməli, mən burada kurabiyə eləyəcəm. 1 yumurta, 1 çay stəkanı pesoq başından biraz aşağı, vanildir, qabartma tozudur və 100
100 qram hava temperaturunda, otaq havasında olan kərə yağı və 2 stəkan yarım un. Bunu 2 stəkan da ola bilər. Bu reseptdə 2 stəkan yarımdır, amma yumurtanın maye hissəsinin çoxluğuna, azlığına görə bu dəyişir. Ən azından kurabiyənin teksturasını dəyişir. Əgər maye çoxdursa, kurabiyə belə daha peçenya kimi yassı olur, yayılır və yaxud azdırsa, indi məndə çat-çat olur və çox gözəl estetik görüntü olur. Nəysə, orada ondan danışıram sizdə. Əvvəlcə bu xəmiri yoğuranda biraz umaç kimi olacaq. Narahat olmayın, siz yoğurmağa davam edin və axırda o nəticəni alacaqsınız. Qoz boyda kündələr eləyəcəksiniz, kündələri də ayrı-ayrı qoyacaqsınız. Burada da deyirəm ki, mən bu reseptdə hərəsinə bir qabartma, bir vanil, yəni 2 qabartma, 2 vanil götürməliydim. Baxdım ki, vanilim bitib, hərəsinə bir qabartma əlavə elədim. Vanil düzdür, buradakı qoxunu falan alır, yağın qoxusunu, yumurtanın qoxusunu. Düzdür, o da şirniyyat hiss olunanda daha çox hiss olunur. Soğuyandan sonra elə çox hiss olunmur. Amma qabartma olmadan olmur. Bir dəfə keksə qabartma vurmamışdım, unutmuşdum və gördüm ki, keksin bərbad gündə yəni sıx, içərisi sıxdır, qabarıqcıq deyil. Bu arada indi keksimi görəcəksiniz necə gözəl qabarır və bunu sizə reseptini deyəcəm. Demək ki, o deyirlər keksi birinci ağları çırp, sonra yavaş-yavaş qırmızıları, sarıları at, çox sürətli hərəkət eləmə, taxta qaşıqla elə, dəmir qaşıq vurma, yavaş qarışdır, bir sürü nazınla o. Heç bir işi lazım deyil qızlar, boş-boş sözlərdir. Burada da deməli qızlar, unumu göstərim, unu eləməmiş, atmış, əlavə eləmişəm. Deməli bunu niyə? Çünki bu paket unudur. İndi onu da sizə az öncə, birazdan sonra danışacağım. Burada stəkan niyə göstərirəm bilmirəm. Bunu da demək istəyirəm yəqin ki, digər reseptdə bu stəkan mənə lazım olacaq. Bu reseptdə onun əlaqəsi yoxdur. Amma nədən danışıram burada özüm də bilmirəm. Nəysə, keçək digər kadrlara. Artıq ağları yumuşam. Deməli, ağların o daşan qazanımı falan bir də, indi onu da yeri gəlmişkən deyim ki, qazan deyəcəklər ki, vay, yemək qazan deyildi. Xeyr, yemək qazan deyil. Anam göndərib, özü də istifadə eləmək. Mən də ancaq paltar üçün hər nə qədər balaca olsa da, elə yox, çatdır, yəni az-az da olsa eləyirəm. Onları artıq durulabağa qoymuşam, qazın üstünü təmizləmişəm. Qazın üstünə çox faydası oldu o dediyim kimi o daşıb tökülməyinin. Qazanım da gözəl parıldatdı. Amma paltarlarıma heç bir faydası olmadı. İndi deyirəm ki, qızlar hələ mən pərdələri yox. Ütüsünü də göstərirəm, bilmirəm niyə. Yəqin ki, paltar ütüləmişəm, onun soyunmağını gözləyirəm. Deyirəm, içəridə toz alacağım, içəri pərdələri yox, içəridəki pəncərələri yuyacağam, amma pərdələri yox. İnanın ki, qızlar, özüm də surətlə danışmaqdan başım ağrıdı. Ümid edirəm bu əziyyətimin qarşılığını verərsiniz. Çünki mən paylaşım eləməyəndə deyirsiniz, harda qaldınız? Nəysə, indi də görürsünüz, bu da kurabiyəmin xəmiri. Baxın, bu şəkildə olmalıdır. Çox gözəldir. Bunu xırda-xırda qoz ölçüsü. İndi özünüz baxın da, içində ləpə, şokolad, kişmiş, nə olsa əlavə eləyə bilərsiniz. Buradan təxminən 30 ədəd falan çıxa bilər. Deməli belə görürsüz, mən də burada bunu nə dedim, kündələrin yerini o qədər dəyişmişəm ki, iz düşüb. Çünki niyə? Dağlar, yaylar deyə, amma yayılmadı. Bir də listimin o ucundakı ağlığa fikir verməyin. Nəsə yanıb yapışıb ora, nə olubsa artıq onu alım, yəni silirsən getmir və yaxud sürtürsən getmir. İkinci reseptimə 2 yumurta, 1 stəkan pesoq əlavə eləyirəm. Daha sonra qabartma tozumu əlavə edəcəm. Görürsüz, burada heç nə, yəni nə çırpmaq, nə bir şey, hamısını əlavə edeyim, bir-bir çırpıram. Sadəcə indi burada həmin o az öncə göstərdiyim o xırda armudu stəkanla bir süd və duru yağ əlavə eləyəcəm və 2 çay stəkanı da un əlavə eləyəcəm. Bunları əlavə eləyərkən keksimə deyirəm ki, sən narahat olma, səni özümüz yeyəcəyik, səni heç kim görməyəcək. Buna bu səbəblə forslanma. Bu da Instagramda yeni çıxmış, trend olmuş bir şeydir və bunu belə qəşəng-qəşəng tərbiyə eləyə-eləyə keksi pişirirsiniz. Keks olur necə gözəllikdə də. Əlavə heç bir şey çırpıb görürsüz də, nə çırpmadım, nə bir şey eləmədim. Elə qarışdırıram, tökürəm ora. Resept də bu qədərdir. Dediyim kimi vanili yoxdur. Vanilinizi də unutmayın, amma siz belə, bunu da tez-tez edirəm reseptlərdə, yəni videolarımda və yəqin ki, bundan sonraki videolarımda da görəcəksiniz. Çünki ən sevdiyim keksdir. Amma keks qablarımı təbii ki, siz dəyişə bilərsiniz. İstədiyiniz formada qablar və yaxud da ki, ortası belə boşluqlu olan keks qablarının qəlblərində də istifadə eləyə bilərsiniz. Burada da göstərirəm ki, mən onu bu dəfə əliyirəm. Niyə əliyirəm? Deməli, az öncəkində unu mən eləmədim, çünki paket unuydu. Bu səfər ki, o bitdi. Keçdim kilo una. Kilo una elə bilirəm ki, içində böcək-möcək adama elə gəlir. Ona görə əliyirəm. İndi deyən nə olacaq ki, mən paket olsa da əliyirəm. Maladiz, hamınızı təbrik edirəm. Qoçaq qızlarsınız. Amma mən də əvvəllər eləyirdim, artıq eləmirəm. Sadəcə bu kilo ilə olanda əliyirəm və bəzən də olur kilo ilə alınır, saxlama qabına əlavə eləyərkən əliyib saxlama qabına əlavə eləyirəm. Bir də ki, şirniyyatın üzərində eləmirəm. Nəsə çox qab çıxartmaq istəmirəm bir dənə şirniyyatdan ötürü. Çünki istəyirəm ki, maksimum praktik olsun.
Neyse burada da yəqin ki ondan danışıram. İndi keçirəm bunun tərkibinə bu şəkildə deyirəm ki kremçim olmalıdır. Bu arada bunu Instagram üçün də çəkirəm. Ona görə biraz uzun o yüzden bu yüzden çəkmişəm bol. Instagramıma girin, takip eləyin. Yoxsa ki incəyərəm hər birinizdən. Siz məni takip eləsəz, aktiv olsanız mən də aktiv olmağa çalışaram və gözəl videolar çəkərəm. Instagram linkini əlavə eləyəcəm. Neyse bu da mənim qablarımdır. Bu illərdir istifadə etdiyim qablardır. Qızlar içərisində yanmış kimi artıq hiss olunur. Bunun mənə ziyanı, xeyri nədirsə artıq bu haqqda bilgisi olanlar desin. İllərdir istifadə edirəm. Bunu artıq atmalıyam ya necə? Düzdür, atın desəz biraz üzüləcəm. Hər nə qədər illərdir istifadə eləsəm də buna da az da olsa pul vermişəm. Neyse mən bu cimriliyim necə olacaq heç özüm də bilmirəm. İstədiyiniz formada qəliblər, əlavə qəliblərim də var, amma o qəlibləri istifadə eləmirəm. Onlar dəmir qəliblərdir. Ən gözəli silikon qəliblərdir. Burada da mənim kurabiyələrim baxın bu şəkildə üzəri çat-çat oldu. Dediyim kimi unu az olsa, mayesi çox olsa biraz yayılır. O səbəblə mən aralı əlavə eləmişdim ki, bir-birinə yapışmasın yayılanda, amma möhtəşəm oldu. Dadı da çox gözəldir, ağzı da əriyir. Siz də buna əlavə hər şey əlavə eləyə bilərsiniz içərisinə. Az öncə qeyd elədiyim ləpələrdən falan. İndi burada da nəsə bundan danışıram. Yəqin ki burada da nəsə Instagram üçün bir video. Hələ ki onları Instagramı çəkib paylaşmamışam. Onları da zamanla çəkib paylaşacağam. Təbii ki məni takip eləsəz. Gedirəm. Bu arada Instagramdakı adımla YouTube'dakı adım eyni deyil. Siz ancaq linkdən daxil olaraq kanalımı səhifəmi takip eləyə bilərsiniz. Qızlar burada nədən danışıram bilmirəm, amma mən bir vacib hissə danışdığım yeri deyəsən silmişəm səhvliklə. Nəysə orada da nə vacib sözdür. Deməli mən bu tuxovkanın təmizliyindən danışmaq istəyirəm. Deyirəm ki bu tuxovkanı da nə vaxtsa təmizləyərəm. Həm shorts video, YouTube'a shorts video, həm də Instagram üçün reels video halında paylaşaram. Çünki Instagramda life hacklərdən gözəl qarışımlar öyrənmişəm. Həm də faydalı olarsa sizin üçün də məlumat verərəm. Sonra da deyirəm ki bu gün sabah deyirəm biraz da çirklənsin. Sonra deyəcəklər ki, "Boy, sənin tuxovkan nə gün dəymiş?" Yox heç elə 600-700 min manatlıq tuxovkası olanlar nə gündədir, heç onlara heç nə deyilmir. Mənim də bu 150 manatlıq tuxovkama takılmazlar deyə düşünürəm. Nəysə bu tərəfdən göstərirəm ki, havalar biraz qaranlıq kimidir. Elə bir ki yağış yağmaq istəyir, amma həmin günü yağmadı. Mən pəncərəni yudum, sabahsı günü yağdı. Ondan sonra təzələn bir restə yenidən sildim. Dedim eybi yox heç olmasa 2 dəfə əziyyət çəkim, amma yenə də parlaq görünsün. Amma bu gördüyünüz bu ləkələr parlaq göründürmür. Bu artıq daha da çoxalıb. Digər pəncərələrimdə də var. Əvvəl bir dənə bundaydı. Və bunu görürsünüz ki, bu səfərki o güclü yağışlardan sonra bu şəkildə oldu. İçərisində hələ heç yağış da qurumayıb, su kimi qalıb. Yəni qonaq falan gələndə yaxınlaşıb baxmasa, elə uzaqdan baxsa deyəcək ki, boy bu qız bütün gün təmizlikdən danışır, təmizlik videoları çəkir. Bunun pəncərəsi niyə bu gündədir? Ona görə də bunu yeri gəlmişkən deyim ki, o şəkildə düşünməsin. Mən də indi hər gün dəli kimi təmizlik eləyəsi deyiləm ki, yəni eləmirəm də. Bəzi sizin kimi, yəni normal sizin kimi təmizlik eləyirəm. Mən elə videolarıma baxıb aldanmayın qızlar. Mən də elə normal, yəni həftəlik təmizliyim və yaxud da günlük xırda təmizliyim. Yoxsa mən gündə hər gün oturub divarları falan silmirəm. Yəni o dərəcə xəstə deyiləm. Ondan sonra indi burada nə danışıram bilmirəm. Yəqin ki, yenə havadan danışıram. Burada bir də o qonşumuzun evini göstərəm sizə. Orada tam göstərmədim. Lap kənardakı, onun çox gözəl məhəlləsi var, bağı var. Yaz olanda güllük gülistanlıq olur ora. Tanımıram. Tanısam biraz keksdən falan pişirib gedib onların həyətində də oturub çay içərdik. Amma görürəm ki, heç danışmaq şansım da yoxdur. Çünki heç orada kimin yaşadığını elə çöldə barədə heç görməmişəm. Nəsə burada deyirəm ki, ağları atmışam maşına, o yuyur. Onları çıxardandan sonra pərdələrə atacağam. İçəri pəncərələri yuyacağam, çöl pəncərələri yuyacağam. Amma içəridə toz da alacağam. Amma içəridəki pəncərələrin pərdələrinə dəymirəm. Hələ ki bu qədər də özümü yormaq istəmirəm. Hələ mən evi təmizləməliyəm, silib süpürməliyəm. Hələ mən hamam təmizləməliyəm. Düz oraları çox çəkməmişəm. Artıq olduğu qədər hələ bu boyda çəkmişəm. Bunu editləyib çatdıra bilmirəm. Burada da deyirəm ki, qızlar, bir də görürəm ki, səbatdan danışıram. Deyirəm, boy ekranım niyə belə çəkir? Kameram niyə belə çəkir? Sən demə unuymuş, yağıymış, hamısı qarışıb resept yəni verərkən, yəni o şirniyyatı çəkərkən sonra sildim, bir də gördüm ki, boy nə gözəl oldu, editlədi. Sən demə bu təmizlik videoları çəkən xanımın özünün kamerasının linzaları çirkiliymiş. Ona görə də videoları bu şəkildə çıxırmış. Belə, yəqin ki, bu şəkildə də bir yorum yazan olar. Hamınızı çox sevirəm. Yaxşı edirsiniz, yazın. Evi yox, boş şeydir. Fikir vermirəm elə şeylərə. Bilirəm, bəzən də zarafatdan yazırsınız. Mən bu şeylər deyirəm deyə özünüzü qısıtlamayın. İstədiyiniz şərhi yaza bilərsiniz, xanımlar.
Nəysə, burada da kurabiyelərimi indi keçmişəm kekslərimi. Kekslərimi dediyimdə necə elədim? Kekslərimin reseptini eləyəndə biraz tərbiyə elədim. Az öncə dedim, demədim, bilmirəm. Sürətdə danışanda yadımdan çıxıb. Baxın, baxın, baxın. Bu nə gözəllikdir. Möhtəşəm oldu. Belə üzəri də partladı, partam oldu. Heç belə olmamışdı. Normalda yəni qabarır da bu şəkildə yox. Hələ bəlkə də daha da qabararmış. Qabları biraz dərin olsaymış deyə düşünürəm. Tofkanı söndürürəm və bu tofka burada yanılı olanda görürsünüz toku aranı kəsir və mən hərəkətimi qısıtlayır. Yəni ya altdan keçməliyəm tokun altından, ya üstündən hoppanmalıyam. Ona görə iş görə bilmirəm. 2 dənə iş görəndə yoruluram. Çünki nə qədər o yüzden keçəndə yəni tokun altından keçmək olar. Odur ki, onu gözləyirəm ki, bu tok yəni buradan çıxsın, bitsin, getsin. Mən də işimi görürüm. Nəysə, görürsünüz burada da gözəl artıq yarısını yemişəm. Bu şəkildə partlamağa çox estetik görünür, amma bəzən olur ki, kənarlarından daşır. O kənarlarından daşan olanların hamısını yedim ki, heç elə bir şey olmamış kimi. Bu qablardan da dediyim kimi qızlar mənə xəbər verin, görün. Bunları atım ya yox, ümid edirəm ki, atmağa ehtiyac olmaz. Mən də biraz sevinərəm. Belə. Bu tuxovkalarda qızlar hələ yuyuram, amma bunlarda niyə belə ağ ləkələr canına hopub elə bil. İndi bunun üçün də bir qarışım var. Onunla da eləyəcəm. Deyirlər ki, yaman gözəl eləyir. Eləyəcəm, görüm necə eləyir. Sadəcə kimyəvi şeylər vurmaq istəmirəm. Duxlu-muxlu olar deyənə. Bunda hər halda şirniyyat bişirəm. İstəmirəm duxlu falan iyi qalsın. Bu soda ilə falan deyirlər, nəsə bir şeylər var. Bir də xüsusi də qab təmizləmə şeyləri, materialları, mayeləri falan da olar. Belə. İndi burada da əlavə nədən danışdım bilmirəm. Yenə də bilmirəm. İndi isə keçirik. Bu nədir? Buradan keçirik. Deyirəm ki, pərdələrimi çıxartmışam, çıxardıram. Yox, hələ çıxartmamışam. Dedim bunun uclarını çıxardım, sonra da pərdələrimi çıxardaram. Bu arada o əvvəllər də sizə demişdim, pərdələri qatlayıb qoyursunuz. İndi onu da qatlamıram. İndi deyirlər ki, yanlış edirsiniz. Baxın pəncərələrə diqqətlə baxın. Yağış görün nə günə düşüb. Sarı. Baxın, həmin sarılar bu pərdədədir. Elə bu şəkildə də yumrulayıb sadəcə bu 2 pərdəni yumruluyuram, qoyuram ora. Üzərinə də persol falan, bir də ağlar üçün paraşok tökürəm. O qədər tökmüşdüm ki, inanın. Elə baxın, bu şeylər siz çıxarırsınız. Mən çıxarı bilmirəm. Mən o şəkildə də atıram, nə də ütüləmirəm çıxanda. Bəzilər var ki, ütülənir, bəzilər var ki, ütülənmir, amma bu ütülənən material olmalıdır əslində. Çünki qırışlı hiss olunur. Amma bir neçə gün sonra o qırışı da çıxır. Sadəcə olaraq balkon olduğu üçün və onsuz da 2-3 günə yenidən kirlənəcəyini düşündüyüm üçün belə vнимание vermədiyim bir pərdədir. Bəlkə öz evim olsaydı fikir verərdim. Elə hamısı belə şuxdur. İndi bilsən bu dəqiqə yazacaqlar ki, boy biz qapımızda olan pərdələrimizi də yuyuruq, ütülüyürük, kraxmalıyırıq, nəminə qarırıq. Qızlar, mən eləmirəm. Bəlkə əvvəlki ağlım olsaydı eləyirdim, amma indiki ağlım deyir ki, eləmək düzdə eləyir. İndi keçmişəm pəncərələrə, içəri pəncərələrə. Burada sizdən qeybət edirəm. Deyirəm ki, qızlar, pəncərələri parıldatmaq üçün, güzgüləri parıldatmaq üçün ən gözəl yöntəm yoldaşlarınızın istifadə eləmədiyi, cırılmış, sökülmüş, daralmış köynəkləridir. Nə tüy çıxardır, nə toz saxlayır, nə də ki, iz saxlayır, gözəl də parıldayır, suyu da çəkir. İndi deyəcəklər ki, bu hansı zamandır, bunun üçün özünün o qədər şey dəsmaları var. İnanın ki, bilirəm, o dəsmalardan məndə də var. Bu arada bacım da sağ olsun, heç Azərbaycanda yoxmuş kimi Moskvadan da mənə bir sürü o dəsmallardan alıb gəlib. Mən də hamısını saxlamışam ki, gələcəkdə evimə saxlayıram. İndidəndən düşünün artıq. Ona görə onlara da qıymıram, amma bu şəkildə gözəl parıldadır. Heç yəqin ki, gələcəkdə evim olanda da bu yöntəmi istifadə eləyərəm. Mən arada bir-ikisini almışdım. Toz, tüy falan saxladı. Bir dəfə gözəl çıxmışdı. O da artıq yəni necə deyim, yaxşı deyil, artıq özü dəsmallıqdan, vəziyyətindən çıxıbdı. O artıq onu qurulamağa da ehtiyac yox idi. Amma bunu mütləq quruluyuram. Birinci, camsil falan heç nə istifadə eləmədim. Adi dədəbaba sulu ilə. Onsuz da bunlarda heç bir ləkə olmur. Bir dənə mətbəxdəki pəncərədə o su ləkəsi olur qablara qoyduğum üçün, amma bunlarda sadəcə toz olur. Bizdə yəni bir sizdə nə uşaq var, nə bir oranı çirkləndirən kimsə var ki, orada barmaq izi ola və yaxud da ki, nəsə bir makyaj eləyən falan var ki, orada bir makyaj sıçraya. Heç nə olmur qızlar, nə güzgüdə, nə pəncərələrdə. Sadəcə toz olur. Orada gördüyünüz o qara dağ var. Bax, o qara dağın ağ dağdır, qara dağdır, bilmirəm, onun tozudur. Ancaq və ancaq.
İndi də deyirəm ki, bu çöl pəncərələri də yudum, sildim, təmizlədim, amma onu göstərirəm ki, nə qədər yusam da bu izlər getmir, hələ çoxalıb. Hələ deyirəm ki, bu birisində də əvvəl yox idi, indi bu birisində də var. Burada da pərdələrim görürsünüz necə köpüb. Bu da mənim bu az öncə qaynatdığım köynək qırış-qırış olmuşdu. Onun qırışını açanacam mənim nə deyirlər ona, yediyim, içdiyim burnumdan gəldi. Hər nəsə bunu da bir təhər açmağa çalışdım. Fasilələrlə yəni özdə mən bunu hər zaman yəni qaynadıram, amma bu cür qırışmamışdı. Bu səfər ağarsın deyə qaynat, axırda qırışdı. Fasilələrlə başladım, bunu ütülədim, soyudu bir də. Axırı bir təhər bunu açdıq. Hələ ki pərdələrim yuyulur. Gördünüz, bir də bunu 2 saata qoymuşdum, 1 saat 58 dəqiqəyə. 15 dəqiqədən sonra bir də baxıram ki, yazıb ki, end. Bilirsiniz də maşınım dediyim kimi başı xarabdır. Mən də təzədən bunu 39 dəqiqəyə qoydum. Sadəcə durulama rejiminə. Görürsünüz, hələ köpüklü-köpüklüdür. Elə bir dəli şeytan deyir ki, köpüklü gətir bunu az, qəşəngdə ətir versin. Sonra da ağıllı şeytan deyir ki, ondan sonra da gərək ev təmizləyəsən. Bütün hər yer su olar. Nəysə, təzədən bunu da bu rejimə qoydum və indi nə edirəm? İndi də bilmirəm, gülləri sulayacağam, yoxsa nə edəcəm? Burada da baş aşağı düşmüş bir maqnitli pişiyim var. Bu heç dayanmır. İndi keçmişəm gülləri sulamağa. Deməli, mənim əvvəlki güllərim çox gözəl güllərim var idi. Hamısı bir-bir ya xəstəlik düşdü, ya nə oldu. Bir qalıb 2-3 gülüm. Burada da bir gülüm var. Adı da yadımdan çıxıb. Əvvəllər o qədər gözəl idi ki, 2-3 qab onu mən artırdım. Hətta bir neçə nəfərə də verdim, amma alınmır. Bircə dənə qabım qalıb. Bu arada bu deyil, bunun arxasındakı gül. Köhnə izləyicilərim bilir. Bax, belə solub gedib hamısı. Su, o necə deyim, yarpaqları başına aşağı salıb, indi yazacaqlar ki, yəqin ki, su istəyir, amma sudan deyil. Suyu o qədər çox verirəm ki, yəni bəzən çox verirəm, bəzən az verirəm. Hər cür yoxlamağa çalışıram, yerini dəyişirəm, günəş, kölgə. Əvvəl elədiyim şeyləri də eləyirəm, amma alınmır. Deyirsən, bunun nəsə xəstəliyə düşüb, nə yavaş-yavaş özünü məhv eləyir. Bu haqda mənə dərman deyən olsa çox sevinərəm. Qızlar, burada diqqətlə qulaq asmışsınızsa, güllərdən başı çıxan varsa, bu gülü də tanıyacaq 100%. Baxın, bu şəkildə quruyur, tökülür, gedir. Yerini mi dəyişim, günəş mi, həftədə neçə dəfə sulayım və yaxud da ki, suya qatılan, torpağa qatılan nəsə bir gübrəsi, dərmanı varsa, hansısa bir xəstəlik olma ehtimalı varsa mənə məlumat versin. Burada da yəni təbii ki, minnətdar olaram məlumat versən. İndi suyu da hər yeri su elədim, buraları tez sildim. Digər tərəfdə də burada da paltarları göstərirəm ki, uçublar. Tez gedirəm, paltarımı qulpu ora ilişib, tez getdim qaça-qaça onu oradan çıxartdım. İndi də özümə çay süfrəsi eləyirəm bu az öncə pişirdiyim pişintilərlə belə. Qızlar, bu vloqumu əgər bəyənsəz, bəyənib şərh yazıb kanalıma abunə olmağı unutmayın. Yeni izləyicilər üçün deyirəm, kanalıma abunə deyilsinizsə təbii ki. Mən bu arada bu cür tərzdə çəkməyimi istəsəz də mənə mütləq xəbər verərsiniz. Yox, istəməsəz, sizin də başınız mənim başım kimi ağrıdısa, mənə onda məlumat verərsiniz ki, mən də bu cür çəkmirəm. Amma bəyənsəz təbii ki, başım ağrısa da mütləq çəkəcəm. Burada da pərdələrimi taxmışam, pəncərələri də gözəl, təmiz, evləri də artıq silmişəm, süpürmüşəm və çay sahatıdır. Bilirsiniz də, bu bizdə məşhurdur. Evləri təmizləyəndən sonra, işi bitirib yeməyi bişirəndən sonraki o çay dünyanın ən huzurlu içilən çayıdır, qızlar. Nəysə, özümə də bir qəşəng pürrəngi çay süzürəm və sizinlə vidalaşıram. Elə burada da səsim, boğazım qurudu. Elə indi də hal-hazırda gedirəm çayın altını qalayam ki, bir dənə qəşəng çay içim. Çünki boğazım artıq dediyim kimi qurudu. Belə qızlar, hələlik özünüzə yaxşı baxın. Digər vloqlarda əvvəl şərhlərdə görüşərik. Fikirləriniz önəmlidir. Soruşduğum suallara, gülümlə bağlı, paltarı qaynatmaqla bağlı falan suallara cavab versəz sevinərəm qızlar. Hələlik növbəti vloqlarda görüşərik.